Sabahınız xeyirli, gününüz uğurlu, əhvalınız hər zaman xoş olsun. Bəli, Milli Xalça Muzeyində hər zaman bir-birindən maraqlı sərgilər keçirilir. Elə bu dəfə isə Min naxış bir çul üzərində adlı sərgi açılıb. Bugün sizə bu sərgi haqqında ətraflı məlumat çatdıracağıq. Məlumatı isə bizə Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çatdıracaq. Sabahınız xeyirli olsun Əminə xanım. Sabahınız xeyir olsun. Salamlayıram sizi, hörmətli tamaşaçılarımızı. Muzeyimizə xoş gəlmisiniz və bugün Azərbaycan Milli Xalça Muzeyinin birinci mərtəbəsində, sərgi qalereyasında çox maraqlı və maarifləndirici, mən deyərdim, bir sərgi nümayiş olunur. Bu sərgi siz qeyd elədiyiniz kimi bir çul üzərində min naxış adlanır və əlbəttə ki, onun adından da bəllidir ki, bu sərgidə əsasən çullar nümayiş olunur. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyalarında qorunub saxlanılan 10 illiklərlə bizim əməkdaşlarımız tərəfindən seçilən və deməli əhalidən alınan bu maraqlı çullar burada ilk dəfə nümayiş olunur. Bu çullar xovsuz və xovlu xalçalardan ibarətdir və ümumiyyətlə bu bir xalça məmulatıdır, hansı ki bizim adət-ənələrimizdə çox mühüm bir yer tutur. Və nə gözəl, nə xoş ki siz bizə təşrif buyurdunuz. Məsələn, Novruz bayramı yaxınlaşır və adətən bu bayram bizi öz adət-ənələrimizə yaxınlaşdırır, bizə çoxlu adət-ənələri yaşadır və yada salır. Ümumiyyətlə, bizim xalq, Azərbaycan xalqı bəllidir ki, çox gözəlliyi sevən bir xalqdır və hər bir təsviri sənət hansı xalqa aid olduğundan asılı olaraq bu xalqın həyat tərzindən asılıdır. Bizim insanlarımız hər zaman özlərini bəzəyib, öz evlərini bəzəyir və hətta bizi əhatə edən heyvanları bəzəyirdi. Bizi də əhatə edən heyvanlar bizim həyatımızın demək olar ki, ayrılmaz bir hissəsidir. Onların ən irisi, əzəmətlisi də dəvədir. Və adətən bayramlarda hansısa bir qız öz yeni evinə köçəndə, yəni toy günü, onun ceyizi də məsələ dəvələrin üzərində gedərdi və çullar burada əsasən çullar dəvə üzərində salınardı və çox da maraqlı və nadir eksponatlar var burada. Bu sərgi mart ayının sonuna dək davam edəcək və fürsətdən istifadə edərək mən bütün bizim tamaşaçılarımızı da bu sərgiyə böyük məmnuniyyətlə dəvət edirəm. Təşəkkür edirik ətraflı məlumatınız üçün, çox sağ olun. Bəli, siz də bu gözəl sənət nümunələrini izləmək istəyirsinizsə mütləq Xalça Muzeyini ziyarət edin. Yeni səhərlərdə görüşənədək.